Salam əziz izləyicilər. Dəyər yayınları sınağı 6-8-ci sinif riyaziyyat suallarının izahına baxırıq. Keçək suallara. Deməli 26-cı sualda aşağıdakı hasillərdən hansı mürəkkəb ədədin sadə vurğulara ayrılışıdır? Yəni burada diqqət eləsək, sadə vurğulara ayrılışdan söhbət gedir. Yəni bu vurğulardan heç biri mürəkkəb ədəd ola bilməz. Məsələn, B variantında baxın 9, D variantında 9, C variantında 9. Ancaq A variantında hamısı sadə ədədlərdir. Yəni 3, 5, 7. Baxaq 27-ci suala. 27-ci sualda x plus 10 bərabərdir 12x çıxılsın B xətti tənliyinin sonsuz sayda həlli olarsa A plus B cəmini tapın. Deməli bilirik ki, xətti tənliyin sonsuz sayda həlli olması üçün A və B hər ikisi bərabər olmalıdır 0-a. Tənliyi həll etsək, deməli AX çıxılsın 12x bərabərdir mənfi B çıxılsın 10. Buradan x-i mötərizə xaricdən çıxarıram, alıram A çıxılsın 12 bərabərdir mənfi B çıxılsın 10-a. Buradan A çıxılsın 12 bərabərdir 0-a, A bərabərdir 12. Deməli, bərabərliyin sağ tərəfi də həmçinin mənfi B çıxılsın 10 bərabərdir 0-a. Buradan mənfi B bərabərdir 10-a, B bərabərdir mənfi 10-a. Bizdən nəyi soruşur? A plus B cəmini. A plus B cəmi bərabər olacaq. Deməli, 12 çıxılsın 10, o da bərabərdir 2. Deməli, doğru cavabımız olacaq B variantı. Daha sonra keçid alaq 28-ci suala. 28-ci sualda deməli, A çoxluğu və B çoxluğu verilib. Aşağıdakı çoxluqlardan hansı iki elementlidir? A ilə B-nin birləşməsi A variantında deməli 3 element, burada 3. A-da olacaq deməli, birləşmə olduğu halda 6 element olacaq. Kəsişmə olduğu halda bir tək C-dir kəsişmə, 1 element olacaq. Deməli, A-dan B-ni çıxsaq, ortaq olan C var. O zaman 2 element olmuş olar. Bizdən də 2 element olanı soruşurdu. Doğru cavabımız olar 28-ci sualda C variantı. Daha sonra baxaq 29-cu suala. 29-cu sualda AC bərabərdir 12 cm və rənglənmiş hissənin sahəsi burada deməli rənglənmiş hissə baxın. Buradır. Bu hissədir. Deməli, rənglənmiş hissənin sahəsi 48 cm kvadratı olarsa, şəklə əsasən BD-ni tapın. Burada biz deməli S bərabərdir 2-də 1 BD vurulsun AC. Deməli, sahəni neçə verib? 48. Yazırıq yerinə 48 bərabərdir 2-də 1 vurulsun BD vurulsun AC neçə verib? Baxın 12. 12. Buradan deməli, ixtisar gedər 6 BD bərabərdir. Olar 48. BD bərabərdir 8 cm. Bizdən BD-ni soruşurdu. Doğru cavabımız olar C variantı. Baxaq 30-cu suala. İfadənin qiymətini hesablayın. Hər iki mötərizənin içərisində ortaq məxrəcə gətirəsi olsaq, deməli, birinci mötərizənin içərisində ortaq məxrəc 15-dir. Yəni, olacaq 15-də 10, üzərinə gəlsin 15-də 9, bölünsün 30-da 6, çıxılsın 30-da 5. Bu da bərabərdir. Deməli, birinci mötərizənin içərisini toplasaq eləyəcək 15-də 19, bölünsün 30-da 1. Kəsirin kəsirə bölünməsidir. Birinci kəsir olduğu kimi qalır, ikinci kəsir tərsinə çevrilir. Yəni, olur 1-də 30. 30 və 15 ixtisar gedir 15-ə. Burada qalır 2. 2-ni 19-a vursaq, cavabımız eləyir 38. Yəni, doğru cavabımız olar A variantı. Baxaq 31-ci suala. 31-ci sualda rombun diaqonallarından biri tərəfinə bərabərdir. Bu rombun iti bucağını tapın. Deməli, baxın, rombu çəkirik. Diaqonallarından biri tərəfə bərabərdir. Təbii ki, bu kiçik diaqonal olacaq. Tərəfə bərabərdirsə, bilirik ki, rombun bütün tərəfləri bir-birinə bərabərdir. Yəni, bura A-dır, bura da A-dır, bura da A-dır. O zaman burada bərabər tərəfli üstbucağı əmələ gəlir. Yəni, burada 60 dərəcə, burada 60 dərəcə, burada 60 dərəcə olmuş olur. Bu rombun iti bucağını tapın. İti bucağı soruşurdu. İti bucağı olacaq 60 dərəcə. 32-ci sual. 32-ci sualda ifadənin qiymətini hesablayın və yaxud tapın. Deməli, hər birini düzgün olmayan kəsirə çevirsək, alarıq 4-də
4-ü 2-yə vursaq 8 üzərinə 1 əlavə etsək 9. Üzərinə gəlsin kök altında 4-də 25. Üzərinə gəlsin kök altında 4-də 49. Üzərinə gəlsin kök altında 4-də 81. Bu formada bərabərdir. Hər birindən kök alsaq, deməli birinci kökdən çıxar 2-də 3, üzərinə gəlsin 2-də 5, üzərinə gəlsin 2-də 7, üzərinə gəlsin 2-də 9. Bütün hamısının məxrəcləri bərabər olduğuna görə sürətləri toplayırıq. Deməli 16, 21, 24. 24-ü 2-yə bölsək cavabımız eləyər 12. Doğru cavabımız olar A variantı. 33-cü sualda deməli, tənliyinin köklərinin cəmini tapın. Bu tənliyin həll etmək üçün deməli, tənasüblə, yəni 3 vurulsun x kvadratı üzərinə gəlsin x bərabərdir 2x vurulsun x plus 2. Mötərizələri vurub açıram. 3x kvadrat üzərinə gəlsin 3x bərabərdir 2x kvadratı üzərinə gəlsin 4x. Deməli, hər bir hamısını, bütün hədləri sol tərəfə keçirsəm, 3x kvadratı üzərinə gəlsin 3x, çıxılsın 2x kvadratı, çıxılsın 4x bərabərdir 0-a. Deməli, alarıq x kvadratı çıxılsın x bərabərdir 0. X-i mötərizə xaricinə çıxarsam, alaram x çıxılsın 1 bərabərdir 0. Deməli, x1-imiz bərabər olar 0-a, x2-miz bərabər olar 1-ə. 1-i hardan aldıq? X çıxılsın 1 bərabərdir 0, buradan x bərabərdir 1-ə. Hər birini 0-a bərabər elədik. Bizdən kökləri cəmini soruşurdu. Deməli, kökləri cəmi olacaq 0 plus 1 bərabərdir 1-ə. Doğru cavabımız olar B variantı. Daha sonra baxaq 34-cü suala. 5-6 nisbətində olan 2 ədədi uyğun olaraq 20% və 25% artırdıqda alınan ədədlər hansı nisbətdə olar? Deməli, 5-6 nisbətində olan ədədlərdən biri 5K-dır, biri 6K-dır. 5K-nı 20% artırmaq, yəni 5K üzərinə gəlsin 5-in 20%, 5 vurulsun 20 bölünmüş 100 bərabərdir. Bu da eləyər, təbii ki, bu K yazım. Bu eləyər 6K. Niyə? Baxın, 5K, 5-i 20-yə vursaq 100, 100 ilə ixtisar gedər, olar 1K. Bu oldu 6K. 6K-nı isə 25% artırmaq, yəni 6K üzərinə gəlsin 6K-nın 25% bölünmüş 100 bərabərdir. Deməli, 6K üzərinə gəlsin, 6-nı 25-ə vursam 150, 100-ə bölsəm 1,5. 6K-nın üzərinə 1,5K əlavə etsək, alarıq 7,5K. Yeni alınmış ədədlərin nisbətini soruşur. Yəni, 6K bölünsün 7,5K. Hər birini, artıq bu da K-lar yazmağa ehtiyac yoxdur. Hər birini 10-a vursaq, alarıq 60 bölünsün 75. 15-ə ixtisar eləyərəm, 4 bölünsün 5. Deməli, doğru cavabımız olar D variantı. Baxaq 35-ci suala. Otuz beşinci sualda K-nın hansı qiymətində 3x kvadratı üzərinə gəlsin kx plus 2 çox hədəsinin vuruqlarından biri x plus 1 olar. Deməli, burada nəyə diqqət eləməliyik? X plus 1. Bu həmçinin də, yəni tənlik formasında baxsaq, x plus 1 bərabərdir 0 kimi götürüb, x bərabərdir -1. X-in yerinə aparıb -1 yazıb, K-nı tapa bilərik. Deməli, 3 vurulsun -1-in kvadratı üzərinə gəlsin K vurulsun -1 üzərinə gəlsin 2 bərabərdir 0. Baxın bu formada. Buradan deməli olacaq 3 çıxılsın K üzərinə gəlsin 2 bərabərdir 0-a. Buradan -K bərabərdir. 3 ilə 2-ni toplasaq 5. Sağ tərəfə keçirsək -5. K bərabərdir 5. Deməli K-nın 5 qiymətində. Bizdən də elə K-nın hansı qiymətində soruşurdu. Doğru cavabımız olar A variantı. 36-cı suala baxaq. İti bucağın təpə nöqtəsindən çəkilən şüa bu bucağın tərəflərindən biri ilə perpendikulyardır və digər tərəfi ilə 54 dərəcəli bucaq əmələ gətirir. Deməli, iti bucaq. İti bucağın təpə nöqtəsindən çəkilən şüa.
Təpə nöqtəsindən hər hansı bir şüa çəksək, məsələn, baxın, bu formada bir şüa çəkirəm. Çünki 90 dərəcəli bucaq əmələ gətirməsi lazımdır deyir. Tərəflərdən birinin baxın. Bu tərəfinə 90 dərəcəli bucaq əmələ gətirdi. Tərəflərdən biri ilə perpendikulyardır və digər tərəfi ilə 54 dərəcə. Aha. Deməli, bura 54 dərəcə olacaq. 54 dərəcə. Burada avtomatik olaraq 36 dərəcə. Çünki niyə? 90 dərəcəli bucaqdır. Bizdən iti bucağı soruşur. İti bucaqda əvvəldən çəkdiyimiz, baxın, bu bucağı idi 36 dərəcə. Doğru cavabımız olar C variantı. Baxaq 37-ci suala. ABCD paralelogramında B-yə tən bölən YD bərabərdir 4 cm, CD bərabərdir x, BC bərabərdir 3x çıxılsın 10 cm olarsa AY-nin uzunluğunu tapın. Deməli, burada paralelogram olduğuna görə biz bilirik ki, paralelogramın qarşı tərəfləri bir-birinə bərabərdir. Yəni, AB bərabərdir CD-yə. O zaman burada x-dir. Və buradan, bura, məsələn, alfa desək, burada alfa desək, burada alfa olar. Və bu bərabər yanın üst bucaq olduğuna görə buradan da x deyə bilərik. Buranı da x deyə bilərik və paralelogramın xassəsi, yəni qarşı tərəflər bir-birinə bərabərdir. 3x çıxılsın 10 bərabərdir x plus 4-ə. Bu tənliyi həll eləsək, alarıq 2x bərabərdir 14, x bərabərdir 7. Bizdən nəyi soruşurdu? AY-nin uzunluğu. AY-nin uzunluğu həmçinin AB-nin uzunluğuna bərabərdir. Doğru cavabımız olur. O zaman C variantı. Baxaq 38-ci suala. Deməli, bucağın 12,4 dərəcə ilə verilmiş qiymətini dərəcə və dəqiqə ilə ifadə edin. Burada 0,4-ü 0,4-ü vururuq deməli 60-a. Çünki 1 dərəcəmiz 60 dəqiqədir. Baxın, 1 dərəcə bərabərdir 60 dəqiqə. Bu da bərabərdir eləyir. Deməli 24 dəqiqə. 24 dəqiqə. Baxın, olacaq. Deməli 12 dərəcə 24 dəqiqə. Doğru cavabımız olar A variantı. Keçid alaq 39-cu suala. 39-cu sualda 54 min ədədini standart şəkildə yazın və tərtibini tapın. Biz bilirik ki, deməli, tərtib və qiymətli hissə olur. Qiymətli hissə 1 və 10 arasında olur. 1 və 10 arasında. Bunu da xatırlatmış olaq. Deməli, 54 mini nə formada yazarıq? 5,4 vurulsun 10 üstündə 4. Yəni, bu qiymətli hissəni burada yazmaqda məqsədim ondan ibarətdir ki, yəni biz bunu 5,4-ü 0-dan %54 də yaza bilərik. Amma qiymətli hissə mütləq 1 və 10 arasında olmalıdır. Deməli, 5,4 vurulsun 10 üstündə 4. Bizdən tərtibi soruşurdu. Tərtibi 4-dür. Yəni, doğru cavabımız olar B variantı. Baxaq 40-cı suala. 40-cı sualda 11-ci sinif şagirdləri bir-birlərinə öz fotoşəkillərini verdilər. Verilən fotoşəkillərin ümumi sayı 306 olarsa, şagirdlərin sayını tapın. Aha. Deməli, hər bir şagird öz fotoşəklini verdiyinə görə, yəni baxın, vurulsun, nə olacaq? X çıxılsın 1. Bərabərdir. Ümumi 306. Bu tənliyi həll eləyək. X kvadratı çıxılsın X, çıxılsın 306. Bərabərdir 0. Buradan D bərabərdir. Deməli, B kvadratı çıxılsın 4AC. Bu da bərabərdir. 1 üzərinə gəlsin. 4-ü 306-ya vursaq, 1224. 1224. Bu da bərabərdir 1225-ə. 1225. 1225-də deməli, buradan X bərabərdir. 1 plus minus diskriminantdan deməli çıxır 35 bölünmüş 2. Bu da bərabərdir. Təbii ki, mənfi olan bizə lazım deyil. 1 plus 35 bölünsün 2. Bu da bərabərdir 36. 2-yə bölsək 18. Şagirdlərin sayını soruşur bizdən. Doğru cavabımız olar B variantı. Baxaq 41-ci suala. 41-ci sualda deməli, tənliyi həll edin. Tənasüblə yenə də 2 vurulsun x plus 2 bərabərdir 4 vurulsun x minus 1. Buradan 2x plus 4 bərabərdir 4x çıxılsın 4-ə. 2x-i bərabərliyin sağ tərəfinə atıram.
Deməli olur 4x çıxılsın 2x bərabərdir 8-ə. Buradan 2x bərabərdir 8, x bərabərdir 4-ə. X bərabərdir 4-ə, deməli doğru cavabımız olur D variantı. Qırx ikinci suala baxaq. Radiusu 25 cm olan çevrənin mərkəzindən 24 cm məsafədə çəkilmiş vətənin uzunluğunu tapın. Aha. Deməli, baxın, bu çevrənin radiusudur. Radiusu. 25 cm. 25 cm. Çevrənin mərkəzindən 24 cm məsafədə. 24 cm məsafədə, yəni baxın, buradan bura qədər olan məsafə 24-dür. Daha sonra, baxın, buradan bizdən vətənin uzunluğunu soruşur. Buradan biz bir dənə də belə radius çəkə bilərik. Burada perpendikulyarlıq əmələ gəlir və bu radiusda olduğuna görə burada 25-dir. O zaman buranı x desək və bərabər hissələrə bölünür x. O zaman olur x kvadratı bərabərdir. Deməli, 25-in kvadratı çıxılsın 24-ün kvadratı. Buradan da x kvadratı bərabərdir. 25-in kvadratı 625 çıxılsın 24-ün kvadratı 576. Buradan da x kvadratı bərabərdir. Deməli, 15-dən 6 çıxsaq 9, 11-dən 7, 49. X bərabərdir 7. X-i 7 tapdıqsa, burada AB desək, AB vətənin uzunluğu o zaman olar. Nə? AB bərabər olar 2x-ə. Yəni 2 vurulsun 7, o da bərabərdir 14 cm. Doğru cavabımız olar D variantı. Baxaq 43-cü suala. 43-cü sualda deməli, oturacağının radiusu 3 cm və hündürlüyü 4 cm olan silindrin tam səthinin sahəsini tapın. İlk öncə silindrin tam səthinin sahəsini tapmaq üçün silindrin oturacağının sahəsini tapaq. Oturacaq bərabərdir olur. Deməli, pi r kvadrat. Bu da bərabərdir. Radiusu bizə verib 3. Yəni 9 pi santimetrin kvadratı. Bu oturacaq. Və daha sonra yan tərəfi S yan bərabərdir. Olacaq deməli 2 pi RH da bərabərdir 2 pi vurulsun 3 vurulsun 4 eləyir deməli 24 pi santimetrin kvadratı. İndi isə tam səthini tapa bilərik. S tam bərabərdir deməli S yan üzərinə gəlsin 2S oturacaq. Da bərabərdir. Yan tərəfə baxın, tapdıq 24. Üzərinə gəlsin. Oturacağı 2-yə vurmalıyıq. Deməli olacaq 18. Bu da bərabər eləyir 42 pi santimetrin kvadrat. Doğru cavabımız olur B variantı. Baxaq 44-cü suala. Perimetri 48 cm olan bərabər yanlı üçbucağın oturacağına paralel uzunluğu 6 cm olan orta xətti çəkilmişdir. Alınan trapesiyanın perimetrini tapın. Deməli, baxın. Bu bizim bərabər yanlı üçbucaqdır. Perimetri P bərabərdir 48 cm. Daha sonra bizə nə verib? Üçbucağın oturacağına paralel 6 cm. Oturacağına paralel 6 cm. O zaman üçbucağın oturacağı 12 olar. Orta xətt olur. Üçbucağın oturacağı 12 olduğuna görə yan tərəflərdə bir-birinə bərabərdir. Yəni, burada x-dir, burada x-dir. O zaman 2x üzərinə gəlsin, oturacaq da 12 bərabərdir 48. Buradan 2x bərabərdir 36 olar. X bərabərdir 18. Alınan trapesiyanın perimetrini tapın. Baxın, trapesiya burada. Bizdən soruşulan trapesiya. Baxın, bu trapesiyadan söhbət gedir. Deməli, bildiyimiz kimi, orta xətt yan tərəfləri 2 bərabər hissəyə böldüyünə görə, bura deməli 18 oldu. Burada 18 oldu. Yarıya böldüyünə görə burada 9 olur. Burada 9. Həmçinin 9, 9.
Deməli, trapesiyanın o zaman perimetr P trapesiya bərabərdir. Onlar deməli 9 üzərinə gəlsin 9, üzərinə gəlsin 6, üzərinə gəlsin 12. O da bərabərdir. Deməli 36 santimetr. Doğru cavabımız C variantı. 45-ci sualda bir işi Ramil təklikdə 4 saata, Elvin ilə birlikdə isə 3 saata görə bilər. Elvin təklikdə bu işi neçə saata görə bilər? Deməli, Elvin ilə birlikdə 3 saata görürsə, o zaman Elvin ilə birlikdə gördüyü işdən, yəni 3/1 x-dən çıxarıq. Ramilin tək gördüyü işi 4/1 x-i bərabərdir 1-ə ümumi işə. Görək bu işi Elvin təklikdə neçə saata görmüş olar. Ortaq məxrəc olar 12-də 4x çıxılsın 3x bərabərdir 1. Buradan da deməli x bərabərdir 12. Deməli Elvin təklikdə bu işi 12 saata görmüş olar. 46-cı sualda kəsirlər üçün ən sadə ortaq məxrəci tapın. Hər birində deməli x-i mötərizə xaricinə çıxarsaq, alarıq x plus 1. İkincidə də alarıq 1 bölünsün x minus 1. Bu formada. Deməli, bunlar üçün ortaq məxrəci nədir? X vurulsun x plus 1. Bir də x minus 1. Hər birində x olduğuna görə. O zaman bu da bərabərdir. X vurulsun x kvadratı çıxılsın 1. Da bərabər olar. X kubu çıxılsın x-ə. X kubu çıxılsın x. Doğru cavabımız D variantı. Baxaq 47-ci suala. Sahəsi 60 cm kvadratı olan üçbucağın tərəflərinin orta nöqtələrini birləşdirməklə alınan üçbucağın sahəsini tapın. Deməli, bu formada sahəsi S bərabərdir 60 cm kvadratı. Tərəfə orta xətt, baxın, bunları deyirsə, bu artıq orta xəttdir və burada da alınır 4 dənə S1, S2, S3, S4. Burada 4 dənə üçbucaq alınır və hamısının sahələri bir-birinə bərabərdir. Yəni, o deməkdir ki, S məsələn bizdən orta nöqtələrini birləşdirməklə S3 soruşur. S3 mən şərti olaraq adlandırdım. S3 bərabərdir, o zaman olar 60 bölünsün 4. O da bərabərdir 15 santimetrin kvadratı. Yəni, doğru cavabımız olar B variantı. Daha sonra baxaq 48-ci suala. ABC bərabər tərəfli üçbucağında AB bərabərdir 84. AB 84-dürsə, bütün tərəfləri 84-dür. DY BC-yə perpendikulyar və AD-nin DC-yə nisbəti 2-nin 5-ədir. Baxın, AD-nin DC-yə nisbəti. İlk öncə bütün bucaqlar 60-dır. Bunları qeyd eləyək. 60. Burada 60. O zaman bura 30 dərəcədir. 30 dərəcə. AD-nin DC-yə nisbəti, deməli AD 2K, DC 5K. Bunların cəmi neçə olmalıdır? 84 olmalıdır. Çünki bütün tərəflər 84-dür. Buradan 7K bərabərdir 84. K bərabərdir 12 santimetr. K-nı 12 tapdıqdan sonra, deməli buradan bizə lazımdır DC. DC 5K olduğuna görə 5K bərabərdir olur 60. DC 60'dır. 30 dərəcəli bucaq qarşısındakı KT tip hipotenuzun yarısına bərabərdir. Yəni YS olur neçə? YS olur 30. YS bərabərdir 30. Bizdən nəyi soruşur? Bizdən BY-ni soruşur. BY. Deməli BY bərabərdir BS çıxılsın YS. Buradan da BY yenə də bərabərdir. BS-miz neçə idi? 84. 84-dən YS-ni 30'u çıxsaq, cavabımız olar 54 santimetr. BY-miz oldu 54 santimetr. Baxın, bizdə də buradan BY-ni soruşurdu. 49-cu suala baxaq. Deməli, 49-cu sualda ifadəsini sadələşdirin və vuruqlara ayırın. İlk öncə hər bir mötərizəni vurub açıram. Deməli, alırıq x kubu, üzərinə gəlsin 3x kvadratı, üzərinə gəlsin 2x, üzərinə gəlsin 6. Çıxılsın 3x kvadratı, çıxılsın 6x, çıxılsın 6. Bərabərdir. Deməli 3x kvadratlar islah olunar, 6'lar islah olunar, qalar x kubu çıxılsın 4x. Niyə çıxılsın 4x? Çünki 2x var idi burada, burada da -6x.
Da bərabərdir. X-i mötərizə xaricdən çıxarsaq, alarıq x kvadrat çıxılsın 4. Müxtəsər vurma düsturuna görə x vurulsun, x çıxılsın 2. Bir də x üzərinə gəlsin 2. Bu formada. Bizdən də deməli, vuruqlara ayırmamızı istəyirdi. Ən sonda cavabımız oldu bu formada. Baxaq 50-ci suala. Tərəfləri 3-4 nisbətində olan paralelogramın perimetri 42 sm və kiçik hündürlüyü 6 sm olarsa, böyük hündürlüyünü tapın. Deməli, paralelogramı çəkək. Tərəfləri 3-4 nisbətində, yəni bura 3K, burada 4K-dır o zaman. Həmçinin burada 3K-dır, burada 4K olmuş olar. Paralelogramın perimetri. Perimetri deyirsə, deməli 4K üzərinə gəlsin 4K, üzərinə gəlsin 3K, üzərinə gəlsin 3K. Bərabərdir 42-yə. Deməli, toplasaq 14K bərabərdir 42, K bərabərdir 3-ə. K-nı 3 tapdıqdan sonra tərəfləri tapa bilərik. Bura oldu deməli 9, bura olar 12, burada həmçinin 9, burada həmçinin olar 12. Və bizdən nəyi soruşur? Böyük hündürlük. Deməli, bu oldu. H kiçik. Bir də var. Böyük hündürlük. Baxın bu formada. H böyük. Burada belə bir qayda var. Bunu mən silirəm. Belə bir qayda var. Deməli, HA vurulsun A bərabərdir HB vurulsun B-yə. Yəni, H kiçiyi bizə neçə verib? Verib bizə 6 sm. Baxın, 6 sm verib. Deməli, 6 vurulsun, 6-nın birləşdiyi tərəf, çəkildiyi tərəf 12 bərabərdir HB vurulsun 9. Buradan da 6-nı 12-yə vursaq 72 bərabərdir HB vurulsun 9. 9-a ixtisar eləsək, alarıq HB bərabərdir 8 sm. Deməli, bizdən nəyi soruşurdu? Böyük hündürlük. Böyük hündürlüyümüz oldu 8 sm. Bu qədər bütün sualların izahına baxdıq. Sağ olun, hər birinizə uğurlar.